Yavaş-yavaş bu basketbol ənənəsi Azərbaycana qayıtmağa çalışır ki, dünən oyundan sonra keçirilən mətbuat konfransında da kapitan Amil Həmzəyevin yaxşı bir fikri oldu ki, deyirik ki, biz 14 il sonra səfərdə qalib gəlmişik. İrlandiyanı məğlub etmişlər bir neçə gün bundan əvvəl. Lakin biz bu 14 ilin 11-12 ilində Azərbaycanda basketbol olmuyor. Biz basketbol oynamamışıq. Həqiqətən son 4 ildə basketbol yavaş-yavaş çiçəklənməyə başlayır. Bum yarandı. Bu da sağ olsun Emin Əmrullah bizim hörmətli nazirimiz onun sayəsində oldu ki, həqiqətən də basketbola qayğı artdı. Klublar gücləndilər. Artıq görürsən ki, bizim neçə klubumuz Avrokuboklarda çıxış eləyir, çempionatımız yavaş-yavaş ildən ilə inkişaf eləyir. Yəni mən inanıram ki, basketbol tədricən dünyada tapdığı yeri Azərbaycanda tapacaq. Yəni dünyanın ikinci ən populyar idman növü Azərbaycanda da ikinci ən populyar idman növü olacaq futboldan sonra. Biz də futboldan sonra deyirsən, amma bunu fikirləşirəm ki, qarşıdakı illərdə ola bilsin ki, basketbol çox böyük bir rəqib olsun hazırda futbola, ümumiyyətlə azarkeşlərə. Çünki oyunlarda da bir qədər görürük ki, arenalar bacardıqları qədər doldururlar və daha geniş əgər arenalara keçid olunsa, yəni əgər bu yolda davam olunsa, gələcək illərdə basketbol Azərbaycanda futbolu geridə qoyacaq. İnşallah, inşallah. Dünən amma həqiqətən Amil də yaxşı oynadı. Kamranı xüsusi qeyd edirəm. Kamran super oynayırdı dünənləri. Wesley Van Beek onu da qeyd etmək Van Beek lazımdır. böyük snayperdir əlbəttə. Dəhşətli bir basketbolçudur.